Söhbət işdən düşür və başlayır demək ki, harda işləyirsən? Sən deyirsən ki, X bir şirkətdə fəaliyyət göstərirəm. Deyir ki, necə tapırsan bu işi? Mən 3 dənə diplomum var, buranı bitirmişəm, oranı oxumuşam. Mən iş tapa bilmirəm, bu ölkədə iş yoxdur. Ümumiyyətlə bu kimi insanlara münasibətiniz necədir? Hal-hazırda kimsə deyirsə ki, mən iş tapa bilmirəm və mənim necə olur ki, diplomum var, hətta qırmızı diplomum var, mən amma iş tapa bilmirəm. Mən buna birmənalı cavab vermək istəyirəm ki, bu gün diplom dövrü deyil. Yəni bu gün təəssüflər olsun ki, hələ də bəzi valideynlər düşünürlər ki, mənim uşağım məktəbi 5-nə bitirməlidir və o mütləq şəkildə universitetə qəbul olmalıdır. Universiteti yaxşı oxumalıdır ki, gələcəkdə iş tapa bilsinlər. Həmçinin bu düşüncə gənclərə də təbliğ olunur ki, bəli, siz mütləq şəkildə bu etaplardan keçməlisiniz ki, yaxşı, uğurlu karyeranız olsun. Siz düşünün ki, işə götürənsiz, bir şəxsin əlində diplomu var, amma praktikada o heç nə bilmir. Bir şəxs isə praktiki bacarıqları var, amma sənədi yoxdur. Siz hansı ilə işləməyə üstünlük verərsiniz? Söz praktiki biliyi olan və ümumiyyətlə iş haqqında. Bu əslində bayaq dediyiniz, elə verdiyiniz sualın cavabıdır ki, 3 diplom əslində yetərli deyil. Sizin bacarığınız, biliyiniz və həmin vakansiyaya, işə uyğunluğunuz olmalıdır.